İlham Əliyevin başçılıq etdiyi Yeraz Naxçıvan terror qruplaşması İqbal Əbilovun girovluqda saxlanılması məsələsini uzatdı. Onlar Talış elmi araşdırmaçı İqbal Əbilovun 18 il girovluqda saxlanılmasını istəyir. Mən buradan bəyan etmək istəyirəm ki, şəxsən və Talış xalqının adından da danışıram və buna da haqqım çatır. Biz Azərbaycan hakimiyyətini, legitimliyini tanımırıq. Biz onları dövlət strukturu saymırıq və bildirmək istəyirəm ki, bu qruplaşma terror qruplaşmasından fərqi yoxdur və Azərbaycanda bu qruplaşmanın hansısa bir dövlət haqqından danışmağa haqqı yoxdur. Bunlar Azərbaycan və Türk xalqlarını, həmçinin digər xalqları bir-birinə qırdırılmaq üçün yaradılıb, Rusiya tərəfindən təyin edilib. Necə ki, Rusiya Suriyada və digər yerlərdə bu qruplaşmaları tanıyıbdı, Azərbaycanda da eynisini qalstuklu formada yaradıb və bizə sırmağa çalışır ki, bunlar güya hakimiyyətdir. Bunlar qətiyyən Azərbaycan hakimiyyəti deyillər. Bunlar legitim deyillər. Xalq tərəfindən də xoşlanmırlar. Talışlar da, türklər də bu hakimiyyəti xoşlamır və bu hakimiyyət gedəcək. Və bunlar hakimiyyət də deyil, yəni səhv olaraq hakimiyyət deyirik biz bunlara. Bunlar yenə deyirəm, bir qruplaşmadır və zor gücünə özlərini idarə etməyə, sırmağa çalışırlar. Bu mövzu həm də bizim bugünkü mövzumuza əlaqəlidir. Nəyə görə? Çünki Talışların uzun illərdir tanıdılması sırf etnik milli kimlik üzərindən aparılır. Etnik milli kimlik deyərkən, yəni bizim Ayloloy, digər mahnılar üzərindən tanıdılmağımız məsələsidir. Həmçinin uzun illərdir yəqin ki, görmüsünüz, bir şəkil Talışlara sırınır, bir çadırdır və qabağında da bir qız rəqs edir. Mənim müxtəlif mədəniyyətlərlə heç bir problemim yoxdur. Lakin onu da deməliyəm ki, bu şəklin bizlə aidiyyəti yoxdur. Talış tarixi ilə aidiyyəti yoxdur. Talış tarixində çadır deyə bir şey yoxdur. Yəni çobanların ola bilər hər hansı bir çadırı olsun, yer, ərazi dəyişərkən orada qalsın, amma Talışların yığışıb evdə ya bir evdə yaşadığı çadır ev yoxdur. Belə bir şey bizim tariximizdə yoxdur. Bu başqa bir millətə aid bir şəkildir. Bunun da sübutları var. Nəyə görə bu Talışlara aid edilir? Bunun səbəbi nələrdən ibarətdir? Talışların Azərbaycanda çox güclü bir tərəfi var. Yəni 2 milyonluq bir xalqıq. Azərbaycanın və Cənubi Qafqazın siyasətinə təsirlə etməyi bacarmışıq və bu potensialımız da qat-qat göstərdiyimizdən çoxdur. Və Azərbaycan olan yerazılar, Naxçıvanlılar başa düşür ki, biz onlar üçün təhlükə daşıyırıq. Nəyə görə? Çünki digər ölkələr, Azərbaycanın üzərində gücü olan ölkələr, Rusiya, Amerika və Avropa kimi güclər bir gün düşünə bilər ki, bəlkə biz Talışlara da bir güvənək, bəlkə biz Talışlarla da bir işləyək. Belə bir xalq var. Və yaxud da digər cəmiyyətlər olsun, sivil cəmiyyət quruluşları olsun, Talışlarla işləmək istəsin. Desin ki, bu insanlarla bir insan haqları mövzusunda işləyək, görək nə hansı vasitələr üzə çıxır. Və Azərbaycandakı bu hakimiyyət bizə qarşı bir plan ortaya qoyub və bunu etiraf etmək lazımdır ki, uğurla həyata keçirirlər. Plan nədən ibarətdir? Talışları hər hansısa bir qəbilə formasında göstərmək. Yəni mən yenə deyirəm, insanların yaşam formasına, cəmiyyətlərin yaşam formasına heç bir təhqiramiz baxışım yoxdur. Yəni istəyir Amerikada mövcud olmuş, indi də varlar, hindular olsun, Afrikadakı qəbilələr olsun, yəni çöldə, çadırda yaşayan qəbilələr olsun. Bu onların öz seçimidir və mənim bu barədə heç bir iradım falan yoxdur ki, onlar geridə qalmış xalqdır, bunlar xeyirsiz bir şeydir. Mən belə bir mövzulara getmək istəmirəm. Amma bu açıqdır ki, bizim Talışlar, yəni Qafqazın ən sivil millətlərindən biridir və heç vaxt belə çadırda falan da yaşama məsələsi olmayıb. Talışların özünə məxsus ev quruluşları var. Hətta Atiqa İsmailov, araşdırmaçı Atiqa İsmailov bir neçə ev quruluşunu özü tədqiq eləyib, bunun memarlıq üslubunu göstəribdir. Bu evlərin özünün
hansı tərəfi günəşə baxmalıdır, hansı tərəfində giriş-çıxış olmalıdır ki, enerji tənzimlənsin, günəş enerjisindən istifadə olunsun. Bunları çox gecə araşdırıb və ortaya qoyub və internetdə də tapıb bunu oxuya bilərsiniz. Yəni talışlar böyük sivil cəmiyyətlər kimi, Avropa cəmiyyətləri kimi özünü aparmağı bacarıb və biz heç də hansısa bir qəbilə, çöldə yaşayan və yaxud da çadırda yaşayan bir millət olmamışıq. Bu təbliğatı Viyana, yəni Yeraz və Naxçıvanlılar ona görə qurur ki, bizim inkişafımızın qabağını alsınlar. Bu dəfələrlə bu faktlar mənə gəlib çatıbdı. Azərbaycanın dövlət qurumları adından danışan Yeraz və Naxçıvan qruplaşması müxtəlif səfirlik və hətta prezident nümayəndələri ilə görüşlərində və digər rəsmi şəxslərlə görüşlərində, Avropadan, Amerikadan olan rəsmilərlə görüşlərində bu şəkli və bizim güya etnik bir kimliyə malik olmamızı, güya biz aborigen xalqıq, yəni biz aborigen xalqıq bu öz yerində, amma onu da nəzərə alın ki, Amerikalılar, Avropalılar aborigen deyəndə başqa şey ağıllarına gəlir. Çünki Amerikadakı aborigen xalq hindulardır. Məsəl üçün onlar qəbilə formasındadır, çadırda yaşayırlar. Onların tarixi bu cür olub. Və onların ağlındakı aborigen xalq da bu cür formalaşır və onların göstərdiyi şəkil, bizim idarə formamız, ki biz qəbilə formasındayıq, ki biz hər hansı bir çadırda yaşayırıq. Bizi bu cür təqdim etməyə çalışırlar. Və təbii ki, yəni Avropa, Amerikalılar da istəyir sivil cəmiyyətlər olsun, istəyir siyasi quruluşlar olsun. Belə bir insanlarla, yəni cəmiyyətlərlə əməkdaşlıqda maraqlı olmurlar. Onların haqqlarını qorumaqda maraqlı olurlar. Yəni deyirlər ki, bu insanların haqqları qorunmalıdır. Yəni qəbilə formasında yaşasa da, beynəlxalq dilləri bilməsələr də, dünyadan, texnologiyadan xəbərsiz olsalar da onların haqqları qorunmalıdır. Amma onlarla birbaşa işləmirlər. Məsələ burdadır. Və Yeraz Naxçıvanlıların da bizə qarşı addımı bundan ibarətdir. Yəni dünyanın sivil quruluşlarının, həmçinin siyasi quruluşlarının talışlarla bircə işləməsinin qabağını almaq. Və bizim də öz günahımız var. Bizim də bu məsələdə öz ciddi səhvlərimiz var. Bu səhvlər nələrdən ibarətdir? Biz talışları elə yerazların göstərmək istədiyi kimi etnik kimlik üzərindən göstərmişik. Bunu daha əvvəl də qeyd etmişdim, amma daha geniş danışmağa məcburam hal-hazırda. Talışların etnik kimliyi var. Bu başqa məsələ. Talışlar həm də aborigen xalqdır. Amma bizim etnik və aborigen xalq olmağımız demək deyil ki, biz siyasi kimlik, milli kimlik yarada bilmərik. Bizim adımıza dövlət olub tarixdə, Talış dövləti, həmin vaxt heç Azərbaycan dövlət yox idi, həmin vaxt heç Türk adında dövlət yox idi. Talış dövləti olanda. Bizim milli kimliyimiz ordandır. Ondan qabaq proses başlayıb və orada Talış milli kimliyi ortaya çıxıbdı. Yəni Talış etnik kimlikdən başqa həm də milliyyətdir. Talışlar həmçinin aborigen xalq olmaqla bərabər, yəni burada qəbilə tayfa formasında qalmayıblar, inkişaf ediblər. Digər şərq xalqlarından da fərqli olaraq milli kimlik daşıyıcısı ortaya qoyublar. Bu da əlavə bir bizim sivil yolumuzun göstəricisidir. Həmçinin müasir dövrdə də mən istərdim ki, talışlar özlərinin siyasi kimliyini ortaya qoysunlar. Azərbaycanda seçkilərə qatılmaq, Azərbaycanın daxilində insanlarla danışmaq, yəni bizim aramızı vururlar türklərlə, digər xalqlarla, bizi ermənilərə düşmən eləməyə çalışırlar. Biz bu propagandanı dağıtmalıyıq, bizim düşmənimiz yoxdur. Türk də bizim dostumuzdur, erməni də, ləzgi də, fars da, rus da bizim dostumuzdur. Siyasi məsələlərdə fərqliliklərimiz ola bilər. Rusiya bizə düşmən münasibəti bəsləyir, Azərbaycanı sömürməklə məşğuldur və Türkiyə bunu edir. Belə misallar ola bilər, amma cəmiyyət olaraq biz onların hər biri ilə dostluq, onların mədəniyyəti bizim inkişafımıza da təsir göstərib, həmçinin bizim mədəniyyətimiz də onların inkişafına təsir göstərib. Bu öz yerində. Həmçinin talışların xarici əlaqələri qura bilməmək məsələsidir. Yəni bizim indiyənə qədər xarici əlaqələrimiz yalnız ermənilər üzərindən qurulub. Bu pis bir şey deyil. Bu gözəl bir şeydir. Yəni ermənilərlə də işləməyi bacarmalıyıq. Bu hər hansısa bir digər xalqlara qarşı olmamalıdır. Yəni
bunu türklərə qarşı falan göstərirlər. Boş söhbətdir. Hamısı boş söhbətdir. Biz türklərlə də əlaqəmizi qurmağa çalışırıq və ermənilərlə də əlaqəmizi qururuq və bu da düzgün addımdır. Lakin digər tərəfdə Talışların digər cəmiyyətlərlə əlaqələrini görə bilmirik. Hətta ermənilərin özündə belə. Məsəl üçün Talışlar haqqında hansısa bir sənədli film ortaya çıxarda bilməmişik erməni dilində. Ermənilər Talış xalqına maraqlı olan bir millətlərdən biridir. Və yaxud da gedək İranda. İranda İrançı millətçilər var. Yəni bunlar mən Azərbaycandakı o başıboş millətçilərlə səhv salmayın. İrandakı milli qüvvə tamamilə fərqlidir, çox proqressivdirlər. Yəni onlarla mən söhbətim zamanı fikirlərimi dəyişiblər İran haqqında. Çünki İranda yəni hazırki dini hakimiyyətdən fərqli olaraq həm də milli bir kütlə var. Yəni bunların bəziləri dini hakimiyyəti xoşlamır, bəziləri hər iki həm sekulyar, həm dini hakimiyyətin paralel olduğunu düşünür. Amma hər iki tərəfin də çox ağıllı mülahizələri və insanları var. Bizim onlarla əlaqələrimiz yoxdur. Həmçinin Rusiyada bizim ancaq dövlət idarələri ilə sıx əlaqələrimiz var. Sivil cəmiyyətlərlə əlaqələrimiz çox aşağı səviyyədədir. Var, amma aşağı səviyyədədir. Halbuki Rusiya üçüncü dövlət, Talışların ən çox yaşadığı üçüncü dövlətdir. Bəlkə də ikinci dövlətdir, biz bunu bilmirik. Bəzi adamlar deyir ki, Talışların Rusiyada sayı Azərbaycan və İrandakından daha çoxdur. Ola bilər. Digər tərəfdən Türkiyədə Kürd, Zaza və digər insanlarla əlaqələrimiz var, amma bu da planlı, güclü şəkildə aparılmır. Avropada Yunanlılarla bizim strateji tərəfdaşlığımız ola bilər. Yunanlılar bizlə strateji tərəfdaşlığa birbaşa məqsədləri üst-üstə düşən xalqlardır. Bizim Yunanlılarla heç bir əlaqəmiz yoxdur. Fransa, Avropada Fransanın Talışlarla strateji tərəfdaşlığı başlaya bilər. Yəni fransızlar bunda maraqlı olacaqlar. Mən buna %100 əminəm. Çünki bizim strateji hədəflərimiz üst-üstə düşür. Fransa ilə bizim əlaqələrimiz yoxdur. Və həmçinin digər Avropa ölkələri, sivil cəmiyyətlər, quruluşlar, bunlar Talışların varlığından xəbərsizdir. Varlığından xəbəri olanların da onların yolundan xəbərsizdir. Yəni başa düşmürlər ki, bunlar qəbilə formasında yaşayır, yəni propaganda edilir bizim cəmiyyət, yoxsa bunlar hər hansı bir siyasi qüvvədirmi? Bu potensialı biz birinci özümüz içimizdə kəşf etməliyik, yəni ortaya qoymalıyıq. Azərbaycanda biz siyasi məsələlərə qatışmalıyıq, siyasətə qatışmalıyıq. Həmçinin siyasətə qatışa bilmirsinizsə, Talışlar haqqında hər hansı bir kitab yazın, hər hansı bir yeni ideologiya yaratmaq olar. Fərqi yoxdur, siz Talış şiəsiz, Talış sünnisiz, nə bilim Talış milliyyətçisiz, bunun fərqi yoxdur. Bu hər hansı bir yeni düşüncə dərnəyinin yaradılmasından söhbət gedir və həmçinin Talışların siyasi xəttinin formalaşmasından söhbət gedir. Həmçinin Azərbaycan daxilində Talışların ancaq Talış regionunda mövcud olması nağılı da var. Talışlar Aranda da yaşayır, Talışlar sıxlıq olaraq Abşeranda da yaşayır. Yəni bu yerlərdə də biz öz mədəniyyətimizi, öz alimlərimizi yetişdirməliyik, öz mədəniyyətimizi ortaya qoymalıyıq və siyasi proseslərə qatışmalıyıq. Ola bilər ki, bu gün bizə partiya yaratmağa imkan verməsinlər, amma seçkilərə qatıla bilərik. Ola bilər ki, siz seçkidə qatıla bilmirsiniz, amma öz uşağınızı bir milli kimlikdə yetişdirə bilərsiniz. Hansısa bir önəmli bir bilik sahibi edə bilərsiniz. Alim kimi, yazıçı kimi yetişdirə bilərsiniz. Bu da bizim milli kimliyimizə təsir edən məsələlərdən biridir. Digər səhvlərimizdən biri də dil məsələsidir. Yəni dil məsələsi deyərkən nəyi nəzərdə tuturam? Dil məsələsi bizim üçün vacibdir, inkişaf elətdirilməlidir. Amma bu demək deyil ki, Talış dilini çox üzr istəyirəm. Talış dilini bilmiriksə, biz heç nə edə bilmərik. Yəni Talışca elə bilmiriksə, biz heç nə edə bilmərik. Baxın, İrlandlar dünyada ən böyük lobbilərdən biridir. Amerikada çoxdular, Avropada çoxdular. Həmçinin dövlətləri var, 2 dövlətləri var. Bunlardan biri Təmiz İrland dövlətidir, digəri Britaniyanın nəzarəti altındadır, o heç. Amma farqlarıdır bunlar və öz dövlətlərində belə onların dili yoxdur.
Yəni məhv olmaq üzrədir. İngiliscə danışırlar, özlərinin ləhcəsi var, özlərinin aksenti var. Amerikada Amerikan ingiliscəsi ilə danışırlar. Amma milli kimlikləri var. Yəhudilər digər nümunə yəhudilərdir. Yəni uzun illər yəhudilərin rəsmi dili olmayıb. Yəhudilərin dilləri itib batıb, müxtəlif dillərdə danışıblar, amma milli kimlikləri var. Düzdür, bunu dini kimliklə qoruyublar, amma var. İrlandlarda heç dini kimlik məsələsi olmayıb, milli kimlik məsələsi olub. Onlar da bunu qoruyub. Və digər nümunələr də var. Mən başqa nümunələr də sadalaya bilərəm. Yəni bu nə deməkdir? Dilini unutmaq, dilini bilməmək milli kimliyin itməsi məsələsi deyil. Milli kimlik şuurla bağlı məsələdir. Bu əfsanələr yaradılır, sən hansı dildə danışırsansa o dildə sən boş-boş söhbətlərdir. Bu Azərbaycanda bu propaganda qruplarının yaratdığı axmaq söhbətlərdir. Belə şeylərə inanmayın. Milli kimlik şuurda formalaşır və bunu sıxıcı, boğucu kimi də etmək lazım deyil. Bu türklərə sığınan milli kimliyi var. Hər kəsin düşmən olmaq falan. Bu da bizə lazım deyil. Belə şeyləri qoyun qırağa. Milli kimlik nədir? Bir milləti bir araya gətirmək, bir milləti sosial haqlarını inkişaf etmək, insan haqlarını inkişaf elətdirmək və onun digər xalqlarla da dostluq münasibətlərini yaratmaq. Yəni bu sivil məqsədlərə xidmət edir. Yəni biz elə bir cəmiyyət yaratmalıyıq ki, bu milli şuurla, milli kimliklə burada şiəsi də, millətçisi də, digəri də rahat adam balası kimi yaşaya bilsin. Yəni biz milli kimliyi oyandıraq, nə bilim, Rusa, Farsa düşmən olaq, ora düşmən olaq, buna düşmən olaq. Belə söhbətlər lazım deyil. Bizə bunlar xeyir vermir. Bunlar Rusiya tərəfindən türkçülərə sırılmış bir milli kimlikdir. Özlərinin də xəbəri yoxdur, kimə qulluq eləyirlər. Bizə belə bir şey lazım deyil. Yəni türklərin tutduğu yol tamam səhv yoldur. Bizim milli kimliyimiz tamam fərqli olmalıdır. Biz müttəfiq axtarmalıyıq, biz özümüzün cəmiyyətinə, yəni özümüzün cəmiyyəti deyərsəm, mən burada talışları təkcə nəzərdə tutmuram, həm də azərbaycanlılar hansı ki bizi izləyir, hansı ki bizim yolumuzu izləyəcək, onlara da bir cığır açmalıyıq, insan haqlarına doğru, sosial haqlara doğru, yəni şərait yaratmalıyıq ki, onlar da normal şəkildə yaşasın, biz də normal şəkildə yaşayaq və özümüzün ictimai əlaqələrimizi də, beynəlxalq əlaqələrimizi də bu xəttlə gücləndirməliyik. Yəni mən yenə deyirəm, bu vacib deyil ki, bizdə belə bir ənənə var. Kimsə nə bilim çıxıb belə sərt çıxış eləməlidir, kimsə çıxıb hər hansısa bir mitinqə çıxmalıdır. Bunlar yaxşı bir şeydir, amma vacib deyil. Yəni bu gün siz mənim kimi sərt çıxış etməyə məcbur deyilsiniz, mənim kimi və digərləri kimi sərt işlərlə məşğul olmaq məcburiyyətində deyilsiniz. Bu məsələləri tədricən qurmaq olar. Yəni bu gün misal üçün talışların içində hansısa bir enerji mühəndisi, alternativ enerji ilə bağlı enerji mühəndisi çıxırsa və yaxud da hansı bir alim çıxırsa, yazıçı çıxırsa və onun milli kimliyi varsa və milli kimliyi xoş məqsədlər üçün xidmət edirsə, bu bizim üçün kifayətdir. Yəni bizə nə lazımdır? Bir adam gedib bir yazıçı tanındığı zaman onun misal üçün yazdığı roman olsun və yaxud da elmi yazıçıdırsa, elmi araşdırmacıdırsa, onun elmi araşdırması olsun, xoş məqsədə qulluq edirsə, bu bizim məqsədimizə çatmaq üçün yetərlidir. Yəni biz rusların Azərbaycana sırıdığı türkçü kimliyi də dağıtmalıyıq, yeni türkçü kimliyi yaratmaq lazımdır. Yeraz və Naxçıvanlıları isə ümumiyyətlə bizim cəmiyyətdə yeri yoxdur. Yəni mənim sadə Yeraz və Naxçıvanlılarla işim yoxdur. Onların da içində dost dediyimiz insanlar çoxdur, inciməsinlər bizdən, amma Azərbaycandakı bu hakimiyyətdə olanlar da Yeraz və Naxçıvanlı kimliyini daşıyır və bununla da özünü reklam edirlər. Və buna ən birinci qarşı çıxacaq insanlar da elə Yeraz və Naxçıvanlıların özləri olmalıdır. Bu məsələdən də inciməməlidirlər, çünki bu onların yaratdığı sistemdir və bu sistem bizə çox böyük ziyanlar verib, bizi əsrlərlə geri salıbdır. Və biz talışlar bunu aradan qaldıracağıq. Digər millətlər də bizə qoşulmaq istəyirsə buyursunlar. Bu prosesi biz başlamışıq və bu proses uğurla davam edəcək.